Təbii yemək kökəltmir. Bugün bu haqda miflərdən və faktlardan danışacağam. Birinci mif. Təbii yemək kökəltmir və nə qədər istəsək yeyə bilərik. Fakt. Baxmayaraq ki, təbii qidadır, amma bir şeyi nəzərdə saxlayın ki, əgər biz kalori defisiti yaratmasaq, yəni gündə adəti üzrə qidalandığımız qidadan 500-750 kalori az yeməsək, biz çəkimizi itirməyəcəyik, nə qədər təbii qidalanmamıza baxmayaraq. Mif 2. Təbii şirələr təbiidir və nə qədər istəsəniz içə bilərsiniz, vitaminlərlə zəngindir. Fakt. Vitaminlərdən zəngin olsa da liflərdən azad olmuş olduğuna görə qanda şəkər səviyyəsinin yüksəlməsinə, qaraciyər piylənməsinə və kalori qəbulunuzun da artmasına səbəb olacaqdır. Ona görə də meyvələri şirək şəklində yox, az miqdarda təbii meyvə şəklində qəbul etməniz tövsiyə olunur. Mif 3. Kənd pendiri, qoz, fındıq, bal limitsiz yeyilə bilər. Fakt isə ondan ibarətdir ki, bunlar da artıq miqdarda yeyərlərsə kalori ilə çox zəngin olduqlarına görə artıq kalorinin qəbuluna, çəki verməlisinin ləngiməsinə və hətta artıq çəkiyə səbəb olacaqdır. Üstəlik bal qəbulu həddən artıq olması qan şəkər səviyyələrinin yüksəlməsinə, həmçinin qaraciyər piylənməsinə gətirib çıxardacaqdır. Ona görə də təbii qidalanmanıza baxmayaraq balanslaşmış şəkildə qidalanmasanız və kalori defisiti yaratmasanız, sizin çəki verməniz çətinləşəcək və hətta artıq çəkidən əziyyət çəkmiş olacaqsınız. Sonda bu videonu bizə davamlı olaraq gözəl və dadlı məhsullarla sevindirməyə çalışan rayon və kəndlərimizdə yaşayan qohumlarımıza, analarımıza, nənələrimizə göndərməyi unutmayın. Özünüzə yaxşı baxın.